Demək olar ki, hər insan həyatının müəyyən dövründə sınıq problemi ilə qarşılaşır. Bəziləri bunun sadəcə yeniyetməlik dövrünün bir hissəsi olduğunu düşünür, digərləri isə müxtəlif kremlər və internetdə gördüyü məsləhətlərlə problemi həll etməyə çalışır. Halbuki tibbdə akne vulgaris adlanan bu xəstəlik sadəcə kosmetik problem deyil və vaxtında müalicə olunmadıqda qalıcı çapıqlar, ləkələr və hətta psixoloji narahatlıqlara səbəb ola bilər. Akne dəridə yerləşən piy vəzlərinin həddindən artıq fəaliyyət göstərməsi, məsamələrin tutulması, bakteriyaların çoxalması və iltihab nəticəsində yaranır. Ən çox üz, kürək, sinə və çiyin nahiyəsində müşahidə edilir. Bir çox insan düşünür ki, üzü tez-tez yumaq və ya sınaqları sıxmaq onları yox edəcək. Əslində isə bu vəziyyəti daha da ağırlaşdıra bilər. Sınaqları sıxmaq bakteriyalar daha dərinə yayılmasına səbəb olur və nəticədə qalıcı çapıq riski artır. Aknenin yaranmasına təsir edən əsas səbəblər arasında hormonal dəyişikliklər, genetik meyillilik, yanlış dəri baxımı, bəzi kosmetik vasitələr və stres də yer alır. Maraqlıdır ki, bəzi insanlarda düzgün olmayan məhsullar istifadə edildikdə müalicə daha da çətinləşir. Müasir dermatologiyada aknenin müalicəsi artıq çox uğurlu nəticələr verir. Müalicə xəstənin vəziyyətinə uyğun fərdiləşir, bəzi hallarda xüsusi təmizləyici vasitələr və kremlər kifayət edir. Daha ağır formalarda isə ağızdan qəbul edilən dərmanlar, kimyəvi peeling, lazer prosedurları və digər müasir üsullar tətbiq oluna bilər. Ən vacib məqamlardan biri isə səbirli olmaqdır. Akne müalicəsi bir neçə gün ərzində nəticə vermir. Dərinin tam yenilənməsi üçün adətən bir neçə ay tələb olunur. Bu müddətdə həkimin təyin etdiyi müalicəni yarımçıq saxlamaq düzgün deyil. Unutmayın ki, internetdə gördüyünüz hər məsləhət sizin dəriniz üçün uyğun olmaya bilər. Hər insanın dəri tipi və xəstəliyin səbəbi fərqlidir. Eyni məhsul bir insana fayda verdiyi halda digərində vəziyyəti ağırlaşdıra bilər. Əgər siz də uzun müddət keçməyən sınaqlar, ağrılı irinli düyünlər və artıq ləkə və çapıqlar yaranmağa başlayıbsa, vaxt itirmədən dermatoloqa müraciət etməyiniz vacibdir. Erkən diaqnoz və düzgün müalicə gələcəkdə yaranacaq qalıcı izlərin qarşısını almağın ən effektiv yoludur.